o medala təltif olunmağım ötən ilin iyul ayında bizim milli mətbuatımızın 150 illiyi münasibəti ilə təltif edildim. Və mənə o qədər xoş idi bu. Mən gözlənilmədən birdən mənə zənglər gəldi. İlk bacım zəngilədi, təbrik elədi ki, xəbərim var. Dedim, vallahi heç nədən xəbərim yoxdur. Və ard-arda gördüm, dayanmadan təbriklər gəlir. Bunlar çox xoşbəxt edir insanı və əlbəttə ki, böyük məsuliyyət qoyur. Sən dövlətin hər hansı bir mükafatına layiq görülmüsən və prezidentin imzası ilə. Bilirsinizmi, o vəsiqə bugün də məndədir. Hər dəfə mən baxıram o vəsiqəyə və deyirəm ki, bütün addımlarında çox diqqətli ol. Hər addımında sən artıq dövlətin bir tərtib etdiyi adamsan, nümayəndəsən. Şərəfdir, çox böyük şöhrətdir və bir daha sizin vasitənizlə sonsuz təşəkkürümü bildirirəm dövlətimizə, dövlət başçımıza, bu böyük mükafata layiq gördüyü üçün. Bu medalı daşımaq ona layiq olmağındır. Sadəcə aldım və medal olaraq üzərimdə olsun deyil. Bu sənin məsuliyyətindir, bu sənin xidmətindir, bu sənin hər sözünə çəki düzən verməyindir, bu sənin dövlətini doğru düzgün tərənnüm eləməyindir. Və nə gözəldir ki, belə bir medalı mənə layiq verə bilər. Çox xoşbəxtəm.